Salam əziz tarixsevərlər, mövzumuz Azərbaycan eradan əvvəl 7-4-cü əsrlərdir. Kimmer İskit axınları. İlk öncə yürüşlərə Kimmerlər başlamışdı. Eradan əvvəl 7-ci əsrin əvvəllərində. Kimmer tayfa birliyinə Tuqdame başçılıq edirdi. Hal-hazırda da Kimmerlərlə bağlı yer adları qalmışdı Azərbaycanda. Kəmərli, Çomarlı, Kəmərdəran, Kəmər, Qəmərli və sair kimi yer adları. Daha sonra İskitlər, Kimmerlərin ardınca İskitlər köç edib gəlib Azərbaycanda məskunlaşmışdılar və eradan əvvəl 7-ci əsrin birinci yarısında Urmiya gölünün şimal-qərbində, unutmayın, şimal-qərbində İskit şahlığı yaranmışdı. Qeyd edim ki, İskitlər köçəri həyat sürürdü, maldarlıqla məşğul idi, at ilxları var idi. Daha sonra bir çox hərb sənətinin növləridir, oxdu, yaydı, nizənin fərqli növləri, xəncəri, döyüş geyimləri yaratmışdılar. Qeyd edim ki, İskit tayfa birliyinə İşbakar başçılıq edirdi. Alban, Kaspi, Uytu tayfalarını öz ətrafında birləşdirib öz dövlətinin tərkibinə qatmışdı. İskitlər Manna hökmdarı Ahşeri ilə ittifaq, dostluq əlaqələri saxlamışdılar. İskitlərin varlığına eradan əvvəl 590-cı ildə Midiya dövləti tərəfindən son qoyulmuşdu. Azərbaycan Midiya dövlətinin tərkibində. Midiya tayfaları İran yaylasının mərkəzində yaşayırdılar. Midiyalar haqqında ilk məlumatlar da eradan əvvəl 9-cu əsrdə Aşur mənbələrində Matay, Maday, Amaday kimi adlanırdı. Sonra eradan əvvəl 673-cü ildə Kaştariti Aşur ağalığına qarşı Manna və İskit ilə ittifaq yaradıb, müstəqillik yolunda xalq hərəkatına başlayır. Və eradan əvvəl 672-ci ildə də Aşur üzərində parlaq qələbə qazanıb Aşur əsarətinə son qoyur və paytaxtda Ekbatan şəhəri olan Midiya dövlətini yaradır. Görürsünüz, İskitlər əvvəllər Midiyalılarla müttəfiq idi, sonra düşmən tərəfinə çevrildi İskitlər. Midiya ilə müttəfiq olan İskitlər Aşurun tərəfinə keçib başladılar Midiya ilə vuruşmağa. Eradan əvvəl 653-cü ildə də Kaştariti ilə İskit ordusu arasında döyüş oldu və bu döyüşdə Kaştariti həlak oldu. Bu qələbədə İskitlər qalib gələrək Midiyada 28 illik İskit ağalığına başladı. 28 illik İskit ağalığı neçənci illərdir? Eradan əvvəl 653, eradan əvvəl 625, unutmuruq. Sonra hakimiyyətə eradan əvvəl 625-ci ildə Kiyaksar gəlir, İskit ağalığına son qoyur, dövləti gücləndirmək üçün tədbirlər həyata keçirir, Midiya ordusunu yenidən təşkil edib, İskitlərin döyüş taktikasına əsaslanan ordu hissələri, süvari atıcı hissələrinə bölür, daimi nizami ordu yaradır. Daha sonra eradan əvvəl 612-ci ildə Babillə birləşir, Aşurun paytaxtı olan Ninevya şəhərini tutur. Eradan əvvəl 605-ci ildə Aşuru süquta uğradır. Eradan əvvəl 590-cı ildə Manna, İskit dövlətlərinin varlığına son qoyur və bununla da Midiya dövləti sizcə nəyə çevriləcək? İmperiyaya. Daha sonra sonuncu hökmdarı Astiaq idi. Astiaqın da hakimiyyət dövrü eradan əvvəl 585-550-ci illərə əhatə edir. Astiaqın dövrü işğallar dayanır. Onun dövründə heç bir döyüşlər olmur. Düşük dinindən kahinləri Maqlarla yaxınlaşır. Daha sonra Astiaqın nəvəsi 2-ci Kir Astiaqı taxtdan salmaq üçün ona qarşı üsyana başlayır. Eradan əvvəl 553-cü ildə də üsyan baş verir və 3 il davam edir bu üsyan. Əyanların xəyanəti nəticəsində qələbə qazanır. Paytaxt Ekbatan şəhəri dağıdılır və eradan əvvəl 550-ci ildə 2-ci Kir Midiya dövlətinə son qoyur. Əhəmənilər dövləti yaranır eradan əvvəl 550-dən eradan əvvəl 330-cu ilə kimi. 2-ci Kir Əhəmənilər dövlətini yaradır. Azərbaycan torpaqları Əhəmənilər imperiyasının tərkibinə qatılır. Daha sonra sərhədləri Hindistandan Misrə qədər uzanırdı. Və idarəçi ancaq farslara məxsus olduğu üçün 2-ci Kirin imperiyası elə də möhkəm deyildi. Eradan əvvəl 530-cu ildə də Tomris 2-ci Kirin başını kəsərək öldürür. Daha sonra eradan əvvəl 522-ci ildə Kiçik Midiyada üsyan baş verir. Uşaqlar, yadınızda saxlayın ki, həm Kiçik Midiyada, həm də Böyük Midiyada üsyanlar baş verir. Kiçik Midiyada üsyan eradan əvvəl 522-ci ildə baş verir Qalmatanın başçılığı ilə. Və bu Qalmat üsyanı nəyə qarşı olmuşdu? Vergi və mükəlləfiyyətlərə qarşı idi və bu Qalmata dövləti farslandı, Midiyaları idarə etməsini istədiyi üçün bu üsyanı qaldırmışdı. Lakin sonda elə 522-ci ildə Qalmata 1-ci Dara tərəfindən öldürülür və üsyan yatırılır. Daha sonra Böyük Midiyada olan üsyan da Baryak üsyanı idi. Eradan əvvəl 327-ci ildə olmuşdu. Makedoniyalılara qarşı idi. Bunu Atropatena dövlətinə gəldikdə sizə daha ətraflı izah edəcəyəm. Birinci Darada nə edir? Hindistandan Misrə kimi uzanan
dövləti nəzarətdə saxlamaq üçün sizcə nə edir? Satraplığa bilər, 20 satraplığa. Və satraplıq da yəni vilayət canişinlik deməkdir. Bu satraplar nə edə bilərdi? Əhatədən illik vergi yığa, müharibə vaxtı döyüşçü toplaya bilərdi. Nə eləməyə bilərdi? Yəni nələr onlara qarışmırdılar? Adət-ənənələrə, daxili işlərə. Daha sonra 3-cü davra Makedoniyalı İskəndərlə vuruşub, eradan əvvəl 331-ci ildə Qavqamela döyüşü olub və Qavqamela döyüşündə sizcə kim qalib gələcək? Təbii ki də Makedoniyalı İskəndər və 3-cü davrada qaçıb gedir Ekbatana, orada güya ətraf toplayacaq, lakin öz adamı tərəfindən öldürülür. Elə dövlət də başsız qaldığı üçün Əhəmənilər dövləti də süquta uğrayır. Sizə sual versəm ki, Əhəmənli dövlətin kim süquta uğradı? Cavab olaraq mənə Makedoniyalı İskəndər deməyin. Çünki Əhəmənli dövləti özü süquta uğrayır. 3-cü davra öz yaxın adamı tərəfindən öldürülür və dövlət başsız qalır, imperiya başsız qalır, ona görə də süquta uğrayır. Eradan əvvəl 330-cu ildə də 3-cü Dara ölür, Əhəmənilər dövləti süquta uğrayır. Növbəti mövzumuz 15-ci əsrdə Azərbaycanın sosial-iqtisadi və mədəni həyatı. İlk öncə dövlət quruluşu və idarəetmə sistemi haqqında sizə məlumat verim. Həm Ağqoyunlu, həm Qaraqoyunlu dövlətində hökmdar, padşah, Şirvanşahlarda isə şah titulu daşıyırdı. Keçək Qaraqoyunlu və Ağqoyunlu dövlətinin ali idarəetmə sisteminə. Birinci şəxs padşah idi, qeyri-məhdud hakimiyyətə malik idi. İkinci şəxs Əmir-ül-Ümərra. Əmir-ül-Ümərra əsasən ordunun baş komandanı idi, əmirlər əmri titulunu daşıyırdı. Üçüncü şəxs Sədrəzəm, Mövlana. Adından da göründüyü kimi dini işlərə baxır. Müsəlman ruhani başçısı idi, vəqf əmlakına, dini idarələrə rəhbərlik edirdi. Dördüncü şəxs baş vəzir. Baş vəzir də daxili inzibati xarici işlərə, maliyyə işlərinə baxırdı. Ali divan. Ali divan məşvərətçi orqan idi. Çənqaş qapalı məşvərətçi orqan idi. Müharibə, sülh, taxt-tacı varislik kimi məsələləri həll olunurdu. Təbaatçı müharibə ərəfəsində vilayətlərdən qoşun toplayan və onun sayını dəqiqləşdirən məmur idi. Qazı da məhkəmə və dini işlərə baxırdı. Torpaq mülkiyyət formaları və vergilər haqqında sizə məlumat verim. Torpaq mülkiyyət formalarına dövlətə məxsus torpaqlar idi, xassə hakim sülaləyə məxsus torpaq forması idi, xüsusi irs mülk idi, yəni mülk irsən keçirdi, vəqf dini idarələrə məxsus torpaq mülkiyyət forması idi, cəmaət əhaliyə məxsus torpaq mülkiyyət forması idi. Sorqal adlanan torpaq forması da yaranmışdı ki, sorqal Monqolca ehsan bəxşiş deməkdir. Yarımköçəri hərbi əyanlara xidmət müqabilində iqtidarın əvəzinə verilirdi. İqtidarla oxşarlığı hər ikisi xidməti müqabilində verilirdi. Fərqi irsən keçə bilirdi və vergi toxunulmazlığı hüququna malik idi. Və 15-ci əsrə aid vergi növləri haqqında sizə məlumat verim. Malcəhət məhsul vergisi idi, əsas vergi idi və bəhrə sudan istifadəyə görə, çobanbəy otlaqlardan istifadəyə görə, cizyə can vergisi idi, tamağa bacı da sənətkar və tacirlərdən alınırdı. Ordu haqqında sizə məlumat verim. Ordu iki hissədən ibarət idi. Elatlardan toplanan qoşunlar, xassiyə əsgərlər, yəni daimi qoşun. Elatlardan toplanan qoşunlar, elatlar yalnız hərbi əməliyyatlar zamanı dövlətdən maaş alırdı. Xassiyə əsgərlər isə illik maaş alırdı. Bunu unutmuruq. Həsən Padşahın qanunnaməsi var idi. Həsən Padşahın qanunaməsinin məqsədi vergi toplanmasını nizamlamaq idi və qanunnaməsinə görə də vergilərin miqdarı qismən azaldıldı. Malcəhət də məhsulun 5/1 qədər müəyyən edilmişdir. Və Həsən Padşahın bu qanunnaməsi nəticəsində də vergilər nizamlanır, qaydasına düşürdü. 15-ci əsr mədəniyyəti haqqında sizə məlumat verim. Memarlıq abidələri Bakıda Şirvanşahlar Saray kompleksi, Təbrizdə Həsən Padşah məscidi, Təbrizdə Həşt Beşid Saray kompleksi, Təbrizdə Göy məscid, Təbrizdə Qeysəriyyə bazarı. Təbrizdə Göy məscid 1465-ci ildə tikilmişdi Cahanşah tərəfindən. Həşt Beşid Saray kompleksi də 1483-cü ildə Yaqub Padşah tərəfindən tikilmişdi. Növbəti mövzumuz Səfəvilərin Ərdəbil hakimliyi. Səfəvi Ərdəbil hakimliyinin yaranması haqqında danışaq. 13-cü əsr sonunda Şeyx Səfiyyəddin Ərdəbildə Səfəvi Sufi Dərviş təriqətini yaratmışdı. Mənbələrdə Türk biri adlandırılırdı. Gəlin ilk öncə Səfəvi Ərdəbil hakimliyinə kimlər başçılıq edim, onları sizə deyim. Şeyx Cüneyd, Şeyx Heydər, Şeyx Sultanəli, Şeyx İsmail. Yəni bunlar haqqında ətraflı məlumat toplayaq. İlk öncə Şeyx Cüneyd 1447-ci ildə hakimiyyətə gəlir və Şamlı, Rumlu, Sazlı, Təkəli, Qacar kimi tayfaları öz ətrafında birləşdirir.
Daha sonra 1449-cu ildə Cahanşah Şeyx Cüneyddən Ərdəbili tərk etməyi tələb edir. Şeyx Cüneyd də Ərdəbili tərk edərək Misir, Suriya, Mesopotamiyaya gedir, orada tərəfdarların sayını artırır. Daha sonra Qaraqoyunluların əsas rəqibi olan Ağqoyunlu Həsən bəyin bacısı Xədicə bəyimlə evlənir və burada da Ağqoyunlu Səfəvi münasibətlərini möhkəmləndirir. 1460-cı ildə də Dağıstana, Şirvana yürüşlər edir və 1-ci Xəllahla Cahanşah birləşir, Samur çayı sahildə döyüşdə Şeyx Cüneydi öldürürlər. Daha sonra 1460-cı ildə Şeyx Heydər gəlir. Şeyx Heydər də atasının siyasətini davam etdirib neynir? Ağqoyunlu Həsən Padşahın qızı Aləmşah bəyimlə evlənir. Bu zamanda Ağqoyunlu qohumluq münasibətləri güclənir. Daha sonra 1470-ci ildə də Həsən bəy Ərdəbildə Səfəvi ordeninə oturdur Şeyx Heydəri və bunun da səbəbi var idi ilk öncədən. Çünki 1468-69-cu ildə dövlət yarandıqdan sonra, Ağqoyunlu dövləti yarandıqdan sonra Həsən Padşah ilk müharibə apardığı dövlət Teymurilər dövləti olmuşdu və bu Teymurlərlə döyüşən zamanda Heydər Həsən Padşaha kömək etmişdi, yəni müttəfiq olmuşdu. Ona görə də Həsən bəy 1470-ci ildə Ərdəbildə oturdur. Daha sonra 1483, 87, 88-ci illərdə Şimali Qafqaza, Dağıstana, Şirvana yürüşlər təşkil edir. Daha sonra Qazi Sufi dəstələrini hərbi qaydada təşkil etmişdir. Şeyx Heydərin bu yüksəlişindən narahat olan Yaqub Padşah neyniyir? Fərrux Yasarla birləşir. 1488-ci ildə Şahdağ döyüşündə Şeyx Heydəri məğlub edirlər və Yaqub Padşah da neyniyir? Şeyx Heydərin oğlanları Sultan Əli, İbrahim, İsmaila və həyat yoldaşı Aləmşah bəyimi İstəxər qalasında əsir kimi saxlayır. 1488-dən 1492-ci ilə kimi bunlar əsir kimi saxlanılmışdı. Şeyx Heydərdən sonra hakimiyyətə 1488-ci ildə Şeyx Sultan Əli gəlir və bayaq da qeyd etdiyim kimi Sultan Əlini Yaqub Padşah İstəxər qalasında əsir kimi saxlamışdı. Və Rüstəm Mirzə də Ağqoyunlu hökmdarı idi. 1492-ci ildə hakimiyyətə gəlir və Şeyx Heydərin oğlanlarını həbsdən azad edir. Bu zamanda Sultan Əlini hakimiyyətə gətirir və onu müstəqil hakim kimi tanıyır. Sonra Rüstəm görür ki, Sultan Əlinin nüfuzu artır və bunu götürə bilmir. 1494-cü ildə Şəməsi yaxınlığında döyüşdə Səfəvilər məğlub edir, Sultan Əli öldürülür. Şəməsi döyüşündə Sultan Əli öldürüldükdən sonra Sufi əmirləri İsmaili bir müddət gizlədir. Daha sonra 6 il Lahıcanda qaldıqdan sonra gətirirlər Ərdəbilə 1499-cu ildə. Və Ərzincan müşavirəsi olur 1500-cü ildə. İlk zərbənin Fərrux Yasara vurulması qərarı alınmışdı. 1500-cü ildə də Cabana döyüşü olur Şirvanşahlarla Şeyx İsmail arasında və bu zamanda Şirvan qoşunları məğlub edilir. Fərrux Yasar öldürülür bu döyüşdə, sonra Qızılbaşlar Şamaxını tutur. 1501-in yazında da Bakı qalasını tuturlar. Bu zamanda Şirvanşahların xəzinəsi Bakı qalasında yerləşirdi. Və bununla da Şirvanşahların xəzinəsi Səfəvi Ərdəbil hakimliyinin əlinə keçmiş olur. Daha sonra Gülüstan qalasına mühasirəyə alırlar. Qeyd edim ki, 1500-cü ildə olan hadisələr hansılardır? 1500-cü ildə Əbhər sazişi olmuşdu. 1500-cü ildə Cabana döyüşü oldu. Ərzincan müşaviri keçirildi. Daha sonra Fərrux Yasar öldürüldü. Döyüşdə öldürülən Ərdəbil hakimləri: Şeyx Cüneyd, Şeyx Heydər, Şeyx Sultan Əli. Şeyx İsmail daha sonra Səfəvilər dövlətini yaradır və o öz əcəli ilə ölmüşdü, yəni döyüşdə öldürülməmişdi. Növbəti mövzu Səfəvi dövlətinin yaranması. 1501-ci ildə Şərv döyüşü baş verir. Bu zaman İsmail Əlvənd Mirzəni məğlub edir, bununla da Ağqoyunlu dövləti süquta uğrayır. 1501-in payızında İsmail Təbrizə daxil olur, özünü şah elan edir və bununla da Səfəvi dövləti yaranır. 1503-cü ildə də Alambulağı döyüşü olur. Bu zamanda Sultan Muradı məğlub edir, bununla da Ağqoyunlu dövlətinə tamamilə son qoyur. Səfəvi dövlətinin imperatorluğa çevrilməsində keçək. 1503-cü ildə Ağqoyunlu dövləti süquta uğrayandan sonra onun əraziləri qalır Səfəvi dövlətinə. İranın mərkəzidir, Şərq əyalətləridir. Daha sonra 1506-8-ci illərdə Şərq Anadolu, Ərəb-İraqı tabe edilir. 1510-cu ildə Dərbəndi tutur. 1510-cu ildə Nəvr döyüşü olur və bu zamanda Özbək hökmdarı olan Şeybani xanı məğlub edir.
Amudəryadan Xorasana qədər bütün Xorasan ələ keçirilmiş olur. Və Səfəvi dövləti də nəyə çevriləcək bu qədər ərazi ələ keçirdikdən sonra? İmperiyaya. Amudəryadan Fərəd-Çayına qədər ərazilər də Səfəvi imperiyasına daxil olur. Təkcə qalır Şirvanşahlar dövləti ilə Şəki hakimliyi. Şirvanşahlar dövləti 1538-ci ildə, Şəki hakimliyi də 1551-ci ildə 1-ci Təhmasib tərəfindən Səfəvi imperiyasına tabe edilir. Səfəvi dövlətinin siyasi sistemi haqqında sizə məlumat verim ki, Qaraqoyunlu Ağqoyunludan fərqli o idi ki, gücü mərkəzləşmiş dövlət idi, teokratik xüsusiyyətləri ilə seçilirdi. Teokratik nədir? Yəni dini dövlət idi. 16-cı əsrdə Səfəvi dövlətinin ali idarə etmə sisteminə, Səfəvi dövlətində birinci şəxs şah idi, qeyri-məhdud hakimiyyətə malik idi və burada ali dünyəvi, ali dini başçı sayılırdı. Və vəkil də şahın dünyəvi dini işlərinin müavini idi. Üçüncü şəxs əmr-ül-mərra, baş komandan idi. Dördüncü şəxs vəzir. Vəzir də bilirik ki, mülki maliyyə, mədaxil, məxaric işlərinə baxırdı. Sədir dini işlərə başçılıq edirdi, vəqf işlərini idarə edirdi. Qorxucubaşı çəlik dəstələrinə rəhbərlik edirdi. Qazı məhkəmə işlərini həyata keçirirdi. Ali Məclis məşvərətçi orqan idi. Bəylərbəyi də bəylərbəyliyi idarə edirdi. Əhalidən vergi toplayır, qoşun saxlayırdı. Bəylərbəylikdə vəzir isə mali işlərini yerinə yetirirdi. Mərkəzi divana da hesabat verirdi. Sonra Kənətər şəhərləri, Kəndxuda kəndləri idarə edirdi. Naib Qolbəy mahalları idarə edirdi. Xan ali hərbi inzibati mövqe tutan şəxs idi. Sultan da kiçik inzibati vahidləri idarə edirdi. Darğa da polis vəzifəsini yerinə yetirirdi, asayişi qoruyurdu. Daha sonra keçək bəylərbəyliklərə. 4 bəylərbəylik var idi. Qarabağ, Təbriz, Şirvan, xüsusiyyət bəylərbəyliklər. Şirvan bəylərbəyliyi 1538-ci ildə Şirvanşahlar dövləti tabe edildikdən sonra Şirvan bəylərbəyliyi yaradılmışdı. Bunu da unutmuruq.